özünüzü təqdim edin. Vətəndaş Ağayev için Elmanoğlu. İlkin bəy, nədir probleminiz? Nə problemim bu günlərim? Bugün neçə gündə qalmaqallı çıxışları ilə gündəm olan Şərqi İspəndiyar bu vətəndaşla problemi var. 2011-ci ildə şəxsən özü tərəfindən imzalanmış, möhürlənmiş şirkətin rəsmi möhürü ilə, sənədi ilə, təsdiq olunmuş sənədlərlə satdığı evi 10 il sonra əlimdən alaraq başqa vətəndaşa satıb. Dəfələrlə müraciət eləmişik, qəbulunda olmuşuq. Konkret olaraq heç bir rəsmi bir fikir söyləmir, hər şeyi boynundan atır. Deyəcək kimə deyirsən, denə, eləmişəm, yaxşı eləmişəm. Heç kimdən qorxum, çəkinməyim, yerim yoxdur. Bugün də çıxır, efirdə deyir ki, hər şeyim qanunidir. Hər şeydə, yəni mən qanunla düzəm. Mənim də əlimdə sənədlər var, subutlar var ki, onun dediyi sözlər heç biri qanuni deyil. Yəni bir nömrə saxtakarlıq var. Bunu da araşdırması üçün dəfələrlə müraciət eləmişəm. Hara müraciət eləmişsiniz? Korrupsiya idarəsinə dəfələrlə xahiş eləmişəm, müraciət eləmişəm. Cənab Baş Prokurorun qəbulunda olmuşam 3 dəfə. Yəni işə baxılması üçün çox təəssüf ki, hələ bir rəsmi bir məlumat yoxdur. Yəni, araşdırma getmir. İş indi fakt olaraq Qasamanov məhkəməsindən ötürülür Bakı Apellyasiya məhkəməsinə dəmir ziyanla bağlı. Ayın 15-i məhkəmədir, məhkəmənin cavabını gözləyir. Şəhər MTK-dan almışsınız ünvanı? Şəhər MTK-nın tərkibində olan Şaiq MTK-dan, yəni bir-birinə bağlı, yəni bir idarədir. Şirkətidir. Bəli, eyni holdingin elə bir tərkibində olan bir qoludur. Rəhbər olaraq orada kim təyin olunur? Rəhbər olaraq həmin vaxtı öz qardaşı oğlu səhv etmirəmsə, həmin vaxtı şirkətin rəhbəri idi. Siz məhkəmələrdə iddiaları Orxan Axundovun üzərinə qaldırmısınız? Xeyr, mən elə şəhər MTK rəhbərin birbaşa rəhbərinə tərəf. Məhkəmənin son sənədlərdə bizə təqdim etdiyiniz sənədlərdə məhkəmə birbaşa qət edibdir ki, qeyd etdiyiniz ünvanda mənzil sizə təhvil verilsin. Bu apellyasiya məhkəməsinin qərarıdır. Apellyasiya Bunun məhkəməsinin icrasını niyə həyata keçirtmirlər? Həmin qərardan qarşı tərəf şikayət verdi. Apellyasiya məhkəməsinə, kassasiya şikayəti verdi, işlətdi ali məhkəməyə. Ali məhkəmədə işin təzən baxılması üçün göndərdi apellyasiya məhkəməsinə. Belə bir qərara gəldilər ki, həmin binada mənzil olmadığına görə şirkət məsuliyyətdən çəkinir də, yəni mənim binada evim yoxdur, ona görə təmin edə bildilər. Orada apellyasiyanın qərarında qət olaraq göstərilir ki, birinci blok 38-ci mənzil 81 kvadrat neçədirsə, bu mənzil imenli sizə verilməlidir. Yəni sırf bu mənzillə bağlı qət edibdir. Orada evin olub olmaması belə deyək, məhkəmənin yaxud da İspəndiyarın hər hansı bir tələbindən irəli gəlmir. Məhkəmə qərar verib ki, bu ev sizə təhvil verilsin. Orada mənzilin olub olmamasını sizə kim deyir ki, mənzil yoxdur deyə mən verə bilmirəm? Həmin mənzili 2020-ci ilin səhvimizə oktyabr aylarında Azərbaycanda həmin dövrdə Vətən müharibəsi başlamışdı. 27 sentyabrda məlumdur. Həmin vaxtı, həmin dövrdə mən özüm də müharibədə olmuşam. Özüm ehtiyatlı olan hərbi qulluqçu gizirəm, tank istəm. Mən həmin vaxtı döyüşdə olmuşam. Binanın dövlət aktindən dövlətə təhvil verilmə prosesində burada olmadığım üçün məlumatım olmayıb. Sonradan qayıdıb sənədlər götürüb mən. Mənzilin neçənci ildə aldınız? Mənzillə bağlı kupça almaq üçün mənzil agentliyinə müraciət edəndə mən oradan dedilər ki, sənin əlindəki olan mənzilə kupça çıxarılıb başqa adamın adına. Sonra mən həmin binaya yaxınlaşıb və şirkətin özünə müraciət edəndə görürəm ki, mənzilin nömrəsi dəyişilib. Yəni bunun dəyişilməsi ilə bağlı mənzildə binada yaşayan bütün sakinlər hamısı, yəni subutdur. Necə baş verir o dəyişikliklər? Mənzillərin nömrəsi necə dəyişilir? Binanın tikintisi zamanı, tikinti gedən zaman binanın ilk birinci mərtəbəsini hərflərlə, nə bilim, 1A, 1B, 1C olaraq nömrələyir. Satış müqaviləsini satır, yəni hamıda alır. Hamıda alır. Əsas nömrələnmə gedir 3-cü mərtəbədə, yəni yaşayışın 2-ci mərtəbəsində.
Bina üzrə dövlət haqqı ilə təhvil veriləndə o binanın tikintisində MTK tərəfindən qoyulan rəqəmlər artıq sıfıra sıfır yendirilir. mərtəbə deyilən təzədən bir rəqəmləndirir. sıfır mərtəbə deyilən bir yer var. O yer yaşayış sahəsi sayılır. Yəni onlar oradan götürür. Dövlət haqqı ilə götürəndə, qəbul edəndə oradan götürürlər. Ona görə həmin o ABC ləğv olunduğuna görə, yəni bina aşağıdan başladığına görə həmin o 38 saylı mənzil bu günlərim nişanlanıb 44 sayla, yəni bunu gedib binada da görə bilərik ki, bütün mənzillərin üstündə köhnə nömrə drop qoyub Sizi də təzə nömrə çağırıb qeyd olunur. müqavilənizi təzələməyiblər ki, bu təzə rəqəmlərlə olduğu üçün müqavilə təzələnsin. Müqavilə təzələnir. Həmin vaxt mən burada olmamışam. Təzə müqavilə ilə evi Görüşdə satır. olmusunuz. Evi satıb Füzuli deyilən bir şəxsə. Həmin şəxsə evi satıb başqa bir şəxsə. Ev elə bir ki, məndən sonra, yəni o Neçə nəfərə şəxsə satılandan satılır? sonra oradan Araşdırmadınız ki, dəyişir. bu Füzuli adlı şəxs kimdir? Tanımıram, Kimin yəni nəsidir? belə şəxsi münasibətim yoxdur. Şəxsən tanıdığım adam deyil. Mən bilirəm ki, yəni o da mənə dedi ki, belə pulumu verib almışam. Pulumu verib almışam. Bu şirkətin öz əməkdaşlarından deyildi. Xeyr, şirkətin əməkdaşı deyil, yəni digər bir şəxsdir. Yəni şəxsi belə tanıdığım yoxdur. Şirkətin dəfələrlə, şirkətin öz hüquqşünasına da, şirkətin rəhbəri İspəndiyar Axundova da şəxsi özünün qəbulunda olub, etdiyi işin yanlış olduğunu dəfələrlə deməyimə baxmayaraq, yəni onun əməllərinin saxta olduğunu üzünə dediyimə görə, yəni heç bir işimə yaxın durmayıb, rədd cavabı verib. Bu günlər siz bizim bir sakinimiz deyilsiniz. Yəni mən sizə deyim, Rəsmi sərhəddə sakinsiniz. mən amma həmin binanın, həmin rəsmi sakiniyim. Mənə binanın MTK-nın yekun protokolun qərarı var. Yəni bu Kupçanı əvəz edən bir sənəd. Bir yekun protokolun qərarı verilir ki, bu adam, orada da həmin protokolda 14 nəfər. Orada 2 dənə Şərur İnşaat var da, yəni Şərur İnşaat 1 və Şərur İnşaat 2. Siz birinci tikilən binada Bravo Marketlə üzbəüz olan binadan Şərur bir almışsınız. holdingdir, holdingdir. Holding yox, binanı deyirəm. MTK olaraq o Şərur MTK deyilən bir MTK yoxdur. Şərur Şərur İnşaat. holdingdir. Şərur İnşaat holding, Adı böyük bir inşaat. şirkət. Tərkibində məsələn Şərur MTK da var, Şaiq MTK var. Bu günlərim Yasama rayonunda Jasmin Park deyilən bir yaşayış kompleksi var. O da həmin qoldadır. Sumqayıtda həmin Jasmin Parkın bir qolu var, Masazırda var, Saray qəsəbəsində var. Yəni bunlar hamısı o Şərur MTK-nın holdingi. Tərkibində olan qollardır. Yəni bu gün yer var burada, yer götürüb tikir başqa bir adına. Amma yəni mərkəz olaraq eyni yerdir. Siz Şərur MTK-nın rəhbəri ilə görüşmək üçün hara getmişdiniz? Hollywoodda yerləşən Hollywood Şadlıq Binəqədi Sarayında, rayonunda bəli, orada baş ofisinə. Orada onların də qərargahına. Bir yox, mən orada bəlkə də bir Şərur İsfəndiyara siz problemin bu vəziyyətdə olmasını, evinizin başqa şəxslərə satılmasını bildirdikdə sizə cavab olaraq nə dedi? cavab olaraq deyir, Özü. qanunla deyir, qanun nə desə mən onun tərəfindəyəm. Mən də baxıram ki, yəni bu günlərim qanunların kobudcasına pozur. Amma çox təəssüf ki, göz yumulur. Evi başqasına satmaq qanunudur, belə çıxır ki. Yəni mən onu əməllərində cinayət işi var. Yəni bu cinayət tərkibli bir işdir. Çox təəssüf ki, mən bunu dəfələrlə müraciət edirəm ki, məhkəmədə də bundan sonra korrupsiyada da müraciət edirəm ki, bunun əməli cinayət tərkibli işdir. Cinayət işinin başlanmasını tələb edirəm, irəli sürürəm. Çox təəssüf, yəni Sizə bizlə danışanlar bildirdiniz ki, mənə dedi ki, get ürəyin istəyib baş prokurora şikayət elə. bəli, mən hər dəfə qəbulumda olanda, yəni mən onu rəsmi olaraq, yəni cənab baş prokurorun özünə də müraciət eləmişəm. Allah'a şükür, yəni qanun hamı üçün eynidir. Heç bir qanun pozuntusu eləmirik. İsfəndiyar bununla bağlı sizə nə dedi? Mənə hər dəfə deyir ki, getdi cənab baş prokurora məndən şikayət et. Yəni Belə dəfələrlə şikayət eləmişəm, yəni çox təəssüf ki, hələ ki bir rəsmi bir məlumat almamışam. Bəs özü qeyd edir ki, mən çobanam, qanundan və yazı yaza bilmirəm. Bəs amma çətin vəziyyətə düşəndə, saxtakarlıqları üzə çıxanda yeri gedin qanuna müraciət edin. O özü barəsində nəsə ifadə eləməsi, özünü necə ifadə eləməsi, o özünün səviyyəsini göstərir. Yəni hər insan
Yəni insan özü bir şirkət rəhbəri, bir nə bilim hər hansısa bir iş rəhbəri özü haqqında belə aşağı səviyyəli söz deyirsə, onun zəifliyidir. Yəni onu heç də yəni o ifadə elədiyi kimi deyil. O bu günlərin bəlkə də Azərbaycan deyirəm ki, 10 dənə ağıllı adamdan biridir, savadlı adamdan biridir. Savadsız adam gəlib bu günlərin yəni o milyonların, nə bilim, o obyektlərin, tikinti maqnatının başına keçə bilməz. Yəni ən azından bir insanın bir düşüncəsi, qabiliyyəti, ağlı var ki, dərrakəsi var ki, dərk edir ki, mən bu işi görürəm, burada mənim gəlirim nədir, qazancım nədir? Mən savadsız adam gətirib ora 50-100 dənə işçi qoya bilər, bu işçi onu allada bilər. Yəni sənin savadın var ki, sən hər şeyin, nəyin nə olduğunu dəqiq və düzgün bildiyin üçün o işçilər səni allada bilmir. Ona görə də işçilər də normal işin görür, sən də haqlı alırsan. Yəni burada onun o ifadə elədiyi sözlər onun özünün zəifliyin, özünü aşağılamaq kimi göstərir. Bir neçə dənə çıxışlarını izlədim onun mən. Hətta deyir ki, yəni mənə yəni sübutlarla çıxsınlar qabağıma ki, mənim yəni hər hansısa bir saxtakarlığım var. Bəli, o sübutlar məndə var. Həmin sənədlər məndə var. Şirkətin möhrü, peçatı. Yəni o möhrü, peçatı bizim qonşuda vurmayıblar. Ya da mənim dostum, tanışım vurmayıb. Şahid MTK-nın adına olan möhürdür və orada rəhbərin imzası var. Müqavilə bağlanan zaman, maliyyə arayışı verilən zaman, ondan sonra ödəniş cədvəli, hamısı. Ödəniş cədvəli ilə bağlı olan çeklər də hər ay ödənilən Sənədlər var, göstərin. Hamısı yəni bizdə var. Bax, şirkətlə bağlanmış bizim müqavilədir. Şahid MTK, Bakı şəhəri, Yasamal rayonu 3-cü yeni Yasamal masivi, Bünyazadə küçəsi 34B. Satış üzrə menecerin yazığı, Şahid MTK-nın möhrü, rekvizitləri, burada fikir verin. Mənzil haqqında məlumatlar, kvadratı, mərtəbəsi, girişi. Burada fikir verin. Ödəniş cədvəli 20.700 ilkin ödənişdir. Qalanları da ayda 664 manat ödənişlə. Bu həmin MTK-nın yekun protokolun qərarıdır. Bunu mənə veriblər ki, sən bizim sakinimizsən. Burada amma hal-hazırda da məhkəmədə vəkillər deyir ki, siz bizim sakin deyilsiniz. Mehdi, üzr istəyirəm, bir həftə adını səhv deyimcə, Mehdi İmran oğlu Axundov. Spendiyarın qardaşı İmranın oğludur. İmran oğlu Axundovun və katib Əlizadə adı yadımdan çıxdı onun, dədəsinin adı, ata adı Bəhrodur. Bu da alim, Əlizadə alim Bəhroğlu. Burada da yazıblar ki, bu aktı ona görə veririk ki, yəni siz bizim sakinsiniz. Burada da göstərilir, yenə həminki kimi Şahid MTK-nın möhrü, tikinti kooperativinin möhrü. Ki, yəni bu mənzil filan kəsə verildi. İnşallah aprel ayının 15-də həmin bu işlə bağlı apellyasiya məhkəməsində növbəti məhkəmə iclası olacaq və məhkəmənin qərarın bu reallıqları bilmək istəyən bütün yəni bu jurnalistləri dəvət edirəm ora əlavə məlumat üçün, yeniliklə bağlı gəlib orada əlavə məlumat ala bilərlər. Məhkəmənin tarixi demək oldu 15 aprel saat 1-ə 15 dəqiqə işləmiş. 1-ə 15 dəqiqə işləmiş. 12-15-də apellyasiya məhkəməsi, Bakı Apellyasiya Məhkəməsində iclas.